bütün qidalar xarab olur. Niyə? Çünki tərkibinə bakteriyalar daxil olur, orada çoxalır və qidanın xarab olmasına, bizi zəhərləməsinə səbəb olur. Bəzi qidalar biraz gec, bəzi qidalar daha tez, məsələn, süd məhsulları daha tez xarab olur. Amma bir möcüzəvi qida var, bal. O heç vaxt xarab olmur. Bunun səbəbi nədən ibarətdir? Çünki arılar balı hazırlayarkən onun içərisinə glukoz oksidaza adlı çox möcüzəvi bir fermenti, təbii bir fermenti əlavə edirlər. Bu glukoz oksidaza balı həm xarab olmağa qoymur, həm də onlar o balın üzərinə minlərlə arı müəyyən bir eyni anda minlərlə arı qanadlarını çırpır və o balın içindəki bütün suyun buxarlanmasına və balın içində bir damcı da olsa suyun qalmamasına, bir zərrə də suyun qalmamasına səbəb olur. O şəraitdə də bakteriyalar inkişaf edə bilmir həm də. Ona görə də 1000 il bundan əvvəlki balda tapsanız, onu tam gönül rahatlığı ilə yeyə bilərsiniz. Heç bir tərkibində hər hansı bir sizi zəhərlənməyini düşünməyin. Amma bilirsiniz də 1 yaşa qədər uşaqlara bal yemək olmaz. Mümkündürsə elə 2 yaşa qədər də. Çünki orada anaerob mühit məsələsi var. Uşaqların orqanizminə uyğun deyil.